Allah Azərbaycanımın üç renkli bayrağını her bir zaman zirvelerde dalgalandırsın. Her bir zaman məclislərdə qeyd edərdik ki, gün o gün olsun, üç renkli bayrağımız Qarabağımızda dalgalansın. Şükürlər olsun, bu arzumuza çatdıq. Bugün də elə arzu edək ki, gün o gün olsun inşallah üç renkli bayrağımız Zəngəzurumuzda, Göyçə mahalımızda dalgalansın. Azərbaycanın qədimi torpaqlarımız, dədə-baba torpaqlarımızda dalgalansın. Bu günləri ocağına, adına yığışdığımız iki qəhrəman şəhidimiz məhz bu küçədə yaşayıbdır. Bu küçədən hərbiyə yola düşübdür və bu günləri də Allah razı olsun şəhid analarından. Çox sağ olun, var olun ki, gəlib burada iştirak edirsiniz şəhid atalarından, eləcə də kənd cəmaatından. Çox sağ olun, var olun. İki sənətkar, iki şəxsiyyət tanıyıram ki, mən bu kənddə hər bir zaman şəhidlərimizə təmənnasız xidmət edib. Mən tanıdığımı deyirəm, çoxdur, amma bizim yanımızda hər bir zaman tanıdıqlarımı deyirəm ki, biri şəhid qardaşı Hikmət müəllimdir ki, heykəltaraş, gözəl sənətkarımız təmənnasız xidmət edir. Biri də şəhidlərə yazılan şiirləri hər bir zaman təmənnasız olaraq mahnılar bəstələyən Məhbə müəllim, sizlərə təşəkkür edirəm. Hər ikinizə mən çox sağ olun, var ol deyirəm. Bu elimizdə, bu obamızda saysız hesabsız dəyərli qazilərimiz, veteranlarımız var ki, şəhidlərimizin canlı şahidləri olubdur. Allah hər birinə can sağlığı versin. İllər idi ki, 30 ilə yaxın idi ki, biz Azərbaycan vətəndaşı olaraq, Azərbaycan oğlu olaraq bir qıraq yerdə dilimiz gödə idi, danışa bilmirdi çünki torpaqlarımız işğal altındaydı. 2020-ci ildə bizim o dəyərli balalarımız, qeyrətli balalarımız, 1-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərin, qazi olan qazilərin qisasını alaraq, özləri də şəhadət şərbətini içərək torpaqlarımızı işğaldan azad etdilər. Şükürlər olsun. Şəhid analarının, şəhid atalarının bir təskinlik olan bir yeri var ki, torpaqlarımız işğaldan azad olmuşdur. Mən hər bir zaman demişəm, bugün də deyirəm, xarici ölkələrdə o yalancı qəhrəmanları kinolarda elə bir təqdimat edirlər ki, amma bizim real qəhrəmanlarımız var ki, saysız hesabsız, bunların hansına baxsan hərəsi bir qəhrəmandır. Hansına baxsan hərəsinin öz tarixi, öz izi var. Çox vaxtınızı almaq istəmirəm. İstəyərdim ki, bu iki şəhidimiz haqqında bir qısa bir məlumat verəm. Şəhid Kərimov Mübariz İsaoğlu 1975-ci il mart ayının 10-unda məhz bugünkü gündə, bu günləri şəhidimizin cənnətdə olan doğum günüdür, mövlududur. Ağcabədi rayonunun Hacıbədəlli kəndində dünyaya gəlmişdi. 1982-ci ildə Hacıbədəlli kənd tam orta məktəbin 1-ci sinifinə ilk qədəmini qoyub, 1992-ci ildə həmin tam orta məktəbi bitirib, 1993-cü ildə Qusar rayonunda hərbi xidmətə başlayıb. Özündən böyük qardaşları Kərimov Qasım, Kərimov Elman könüllü olaraq döyüşdə olduqları üçün böyük qardaşlarından biri Hikmət Kərimov Qusara yanına gedir. Və Hikmət olduğu kimi deyəcəm, komandira bildirir ki, iki qardaşım ön cəhbədə vuruşur. İmkan varsa mübarizi burada saxla, döyüşə göndərməyəsiniz. Atam, anam ona tab gətirə bilməz. Komandir razılaşır, amma bir neçə gündən sonra demək, mübariz öz sinif yoldaşları ilə, bilmirəm, o vaxt indiki avadanlıqlar, elə müasir avadanlıqlar yox idi ki, amma nə cür bir-birlərindən əlaqə saxlayıblar, o onlara bəllidir. Sinif yoldaşları ilə Hüseynov Namiq, Cabbarov Aydın, Rüstəmov Fərid, Mənsubov Etibar, Orucov Sənan ilə əlaqə yaradıblar. Hər birisi xidmət etdikləri hərbi hissəni tərk edib, gəlib ön cəhbədə döyüşən qardaşlarımızın yanında könüllü olaraq döyüşlərə giribdilər. Hindak taborunda xidmətə başlayıblar.
Xocavənd və Ağdam uğrunda gedən döyüşlərdə iştirak ediblər. 1994-cü il yanvarın 3-dən 4-ünə keçən gecə Tirəbulağı istiqamətində gedən döyüş son döyüşləri olub. Bu günə qədər hələ də bir məlumat əldə olunmuyor. Şəhid Məmmədov Səməndər Şahlaroğlu 1976-cı ildə mayın 29-da Hacıbədəlli kəndində anadan olub. 1983-cü ildə Hacıbədəlli kənd tam orta məktəbin 1-ci sinifinə ilk qədəmini qoyub. 1993-cü ildə həmin orta məktəbi bitirib, 1994-cü ildə hərbi xidmətə gedib. Ağcabədi rayon ərazisində ön cəbhədə, ön saylı hərbi hissədə xidmətə başlayıb. Kəşfiyyatçı olub. 1995-ci il iyun ayının 12-sində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onu da qeyd edim ki, bax bu adlar ki, bu lövhələrdə əbədləşib, Hikmət qardaş qalx ayağa, xahiş edirəm. Bu kişinin əl zəhmətidir, öz əlləri ilə hazırlayıbdır. Və mən istərdim ki, gözəl ana başda olmaqla, bax orada 2 dənə şəhid anamız da var, xahiş edirəm elə şəhid anaları da birlikdə buyursunlar, çox xahiş edirəm. Yaxınlaşın, ondan sonra söz verəcəm, danışacaqlar. Və çox xahiş edirəm, hər iki şəhidin doğmaları, əzizləri. Yönü bəri baxanda, yönü bəri durun. Öyle durun ki. Çəkin. Çəkin. Ağlamayın, qəhrəman var, şu qəhrəman hansı ağlamasın. Hə, indi yaxınlaşın. Ana, o ananı da para. Bütün şəhidlərin anası. O ananı da para, o da düşür. Gedəri orada, o biçimdə çıx. Ana, əziyyət verirsə. Yox, ağlamaq olmaz. Ağlama, ged o biçimdə çıx. Ged ora. Böyle onlar da açdı. Hər ikisi o ananın balasıdır. Allah abad eləsin. Hər kəs öz yerini tutsun, çox xahiş edirəm. Qəhrəman bacısı, qəhrəman anası ağlamaz.